Salam dostlar, kanalıma xoş gəlmisiniz. Mən Yasin Oğuzov. Biz bu kanalda dünyanın maraqlı güşələrini, tarixini və mədəniyyətlərini kəşf edirik. Bugün sizi Avropanın ürəyinə, Lüksemburq adlanan kiçik bir möcüzəyə aparıram. Gəlin birlikdə bu gizli xəzinəni açaq. Rəsmi ad Lüksemburq Böyük Hersoqluğu. Ərazisi 2,586 kilometr kvadrat, Azərbaycanın 1/3 qədər, əhalisi 640 min nəfər, paytaxt Lüksemburq şəhəri, dillər Lüksemburqca, fransızca, almanca. Dünyada ən yüksək adam başına düşən gəlir Lüksemburqdadır. Hər şey 963-cü ildə Qraf Siegfriedin Bok qayası üzərində bir qala tikməsi ilə başladı. Strateji mövqeyinə görə şimalın Cəbbəlü Tarıqı adlandırıldı. Əsrlər boyu müxtəlif imperatorluqların Müqəddəs Roma, İspaniya, Fransa, Avstriya idarəsində qaldı. Nəhayət 1839-cu ildə müstəqil oldu. Paytaxt iki hissədən ibarətdir. Yuxarı şəhər, tarixi mərkəz, Hersoq sarayı, Notre Dame katedralı, alış-veriş küçələri buradadır. Aşağı şəhər, Grand, çay kənarında UNESCO-nun qoruduğu masallardan çıxmış bir məhəllə. Korniş, Avropanın ən gözəl balkonu deyilən möhtəşəm mənzərəli yol. Yeraltı dünyası, Bok kazematları. Şəhərin ən sirli yeri yeraltıdır. Bok və Petrusle kazematları. Ünlü hərbi mühəndis Vauban tərəfindən inşa edilmiş 23 kilometrdən çox uzanan tunellər və sığınacaqlar. Döyüş zamanı minlərlə əsgər və atı saxlayırdı. Mütləq görülməlidir. Lüksemburq yalnız şəhər deyil, şərqdə Mullertal bölgəsi var, ona kiçik İsveçrə deyirlər. Nağıl kimi qaya quruluşları, kiçik şəlalələr və sıx meşələr, piyada səyahəti və təbiət fotoşəkilləri üçün bir cənnətdir. Şimalda Arden meşələri var, tarixi qalalar və sakit kəndlər. Cənubda isə Mosella çayı, boyu uzanan üzüm bağları, Lüksemburq şərabları, xüsusilə ar və krement köpüklü şərab burada yetişir. Dostlar, şərab içmirəm, şərab içməyi də heç kimə tövsiyə etmirəm.